Bugün bu Babasil haqda o qədər çox sual gəldi. Yazıblar ki, salam qardaş, Babasil üçün nə etmək olar? Qanaxma olur tez-tez. Çat var da orada. Anal çat deyirlər, çat var. Səhifədə var, paylaşmışam. Baxın, girin baxın. Kimdə Babasil anal nahiyədə çat varsa, Babasil çölə çıxıbsa, hər cürə problemində Babasilin. Orada video qoymuşam. Girin ona baxın, kimdə hansı problemdir götürsün, onu istifadə eləsin. Ən əsas da mədə-bağırsaq sistemini düzəldin ki, qəbz olmayasınız. Yəni kökü düzəltmək lazımdır, kökü. Kökü düzəldəndən sonra Babasil özü düzəlir. Amma belə, yəni ki, ilkin müdaxilə eləmək üçün bax orada video var. Girin onu eləyin. Elə mən ximiya dövründə məndə siz də mənə bağışlayın, Babasil çölə çıxmışdı, anal çatda var idi. Artıq mən əməliyyat fikirləşirdim. Elə mən birinci onu sağaltmışam özümdə. Lap birinci onu sağaltmışam. Ondan sonra başladım mən bütün araşdırma aparmağa Allahın izni ilə. Çətin şey yoxdur. Babasil nədir ki? Venoz damarlarda şişir, düyün yaranır orada. Və yaxud da ki, insan qəbz olur, orada çat yaranır. Belə sadə bir şeydir.